Salam dəyərli şagirdlər və abituriyentlər. Dövlət İmtahan Mərkəzi test toplusunda izahlarımıza davam edirik. Deməli, bugünkü izahımızda biz 9 illik test toplusundan mövzular arası əlaqə bölməsinə baxacağıq. Çünki artıq bildiyimiz kimi 5 aprel buraxılışları keçirildi. Qarşıda bizi 12-26 aprel buraxılışları gözləyir. Onlara dəstək olmaq məqsədi ilə biz buradan mövzular arası əlaqə bölməsindən başlayacağıq belə deyək. Çünki ən önəmli hissə budur. Burada təxmini 150-yə yaxın test var. Bu sualların hamısını ətraflı bir şəkildə analiz etməyə çalışacağıq. Siz bu sualları tam bir şəkildə işləsəniz, imtahana ciddi bir dəstək olacaq. Çünki gördük ki, buraxılışın səviyyəsi o qədər də çətin düşmədi. Yəni demək olar ki, aşağı-yuxarı buradakı çətinlikdən eyni idi. Bu tipli izahlan tez-tez gəlməyini istəyirsə, dəstək olmaq üçün abunə olmağı və videolarımızı paylaşmağı unutmayın. İndi isə gəlin başlayaq. Abunə oldunuzsa, like da atırsınız. Başlayırıq izaha. Demək uşaqlar, birinci sualda deyir ki, bunlardan biri sifət və tərz hərəkət zərfi üçün ortaq ola bilməz. Müstəqil leksik məna hamısında var. Necə nə cür hər ikisi eyni suala cavab verir. Cümlə üzvü hamısı olur. Feili izah etməsi. Biz bilirik ki, sifət ismi aid olub, ismi izah edir, onun əlamətini və keyfiyyətini bildirir. Ona görə feili izah etmələri ikisinə də aid ola bilməz. Feili sifətlə sifət üçün. Değil mi? Əşyaya aid olması, onun əlamətini bildirməsi hər ikisinə aiddir. Mübtəda tamamlıq ola bilirlər isimləşəndə. Cümlə təyin vəzifəsinə çıxış edirlər. Mövcud vəziyyətinə təyin olurlar. İnkarlıq şəkilçisi sifətə məxsus özəllikdir, yalnız feilə məxsus özəllikdir. 2 oldu D variantı. Bunlardan biri müəyyən miqdar sayları və sifət üçün ortaq ola bilməz. Cümlə mübtədası tamamlıq ola bilirlər hər ikisi. İsim izah edir, sayda, sifətdə, düzdür. Təyin vəzifəsinə işlənirlər. Özündən sonra gələn isim cəmdə işlənə bilməməsi. Bu ismə, daha doğrusu saya məxsus özəllikdir. Müəyyən miqdar saylarına məxsus özəllikdir ki, özündən sonra gələn isim cəmdə yox, təkdə olur. Amma sifətdən sonra gələr də. Niyə? Yaşıl kitablar neydi? Ağaclar olsun, yarpaqlar olsun. Məsələn, bunlardan biri isimlə əvəzlik üçün ortaq əlamət sayıla bilməz. Toplu ola bilirlər. Toplu əvəzliyin toplusu ola bilməz. Cümlə üzvü kimi çıxış edir, əsas nitq hissəsidir, ismi xəbərdir, söz yazını iştirak edir, yəni leksik şəkilçə qəbul edir. Hamısına aid. Nərgiz eyvanda oturub çay içirdi ki, onu telefona çağırdılar. Yenicə oturub çay içirdi ki, indicə oturub çay içirdi ki, yəni eləcə təzəcə yenicə artıra bilirsənsə, birinci tərəf olacaq budaq, ikinci tərəf olacaq baş, eləmi? Baxaq görək nədir? Budaq cümlənin növü. Nərgiz eyvanda oturub çay içirdi. İçirdi kim Nərgiz? Nə tərzdə eyvanda oturaraq, eləmi? Bu olacaq zərflik, mübtəda, xəbər, nəyi içirdi? Çayı. Tamam. Mübtəda xəbər var. Müəyyən şəxsli cümlədir. Cavabımız olacaq D variantı. Bax, siz yenicə təzəcə diqqət eləməsəniz, budaq cümləni bu tərəf kimi düşünəcəksiniz. O da olacaq qeyri-müəyyən şəxs cümlə. Tam variant da fərqli olur. Hətta A-ya gətirib qoyublar onu çaşdırmaq üçün. Diqqət edin. Yenicə, təzəcə, indicə varsa və yaxud özün bərpa eləyə bilirsənsə, birinci tərəf budaq cümlə olur. Üzgünlük, üzləmək, üzülmək sözlərin kökləri hansı nitq hissəsinə aid olduğunu müvafiq ardıcılıqla müəyyən edin. Qınqin, qunqun şəkilçisi yalnız feillər üzərində artırılır. Kəskin, məsələn, əzgin, kəs, əz sözlərin feil olduğuna şübhə yoxdur ki, yox. Üzərinə artırdın, gördüm ki, hə, alınır. Deməli, yalnız feillər üzərində artırılır. Bu söz yazında bu bölməyə çox toxunmuşuq, ona görə ətraflı burada toxunmuram. Üzləmək, gözləmək məsələn. İsimlər üzərində artırılır. Demək ki, buradakı feil deyil, isimdir. Sonra üzülmək, il, ul, kəsilmək məsələn, əzilmək, kəsilmək gördün. Kəs feildir mi? Hə, deməli il şəkilçisi feillər üzərində artırılır. Feil, isim, feil cavabımız olacaq B variantı. Burada da həmçinin vəziyyət eynidir. Qınqin, qunqun yalnız feillər üzərində artırılır. Kəskin, əzgin dediyimiz kimi. Düzəlmək, kökəlmək məsələn. Sifətin üzərinə artırıldı. Demək feil, sifət, ul, bu da feildir yalnız. Feil, sifət, feil cavabımız 7-də olacaq Y variantı. Bu məsələlərdə bir daha təkrar edirik ki, biz nə edirik? Qoşulan şəkilçini götürürəm, ayrılıqda feilin və yaxud da sifətin üzərinə artırmaya çalışın və yaxud da ismin fərqi yoxdur. Yəni şəkilçilər zaten 2 yerə bölünür. Ya adların üzərinə artırılacaq, feil xarici digər əsas nitq hissələri və yaxud da feilin üzərinə artırılacaq. Sən bu şəkilçini başqa bir yerdə varsa, feilin üzərinə artıra bilirsənsə, deməli bu feillərin üzərinə artırılan şəkilçi də adların üzərinə artırılmaz. Və yaxud da əksinə. O şəkildə yoxluyursan və əmin olsan ki, burada kök hansı nitq hissəsidir. Yəni köklərə amonim olan sözlərdən söhbət gedir.
Qəsəbəyə gedən qatar nədənsə gecikirdi. Feil sifət tərkibinin aslı tərəfi. Gecikirdi. Nə qatar? Hansı qatar? Qəsəbəyə gedən. Feil sifət tərkibinin aslı tərəfi qəsəbə sözüdür. Bu da isimdir, yəni çox rahat. Buna nə deyim? Məstər tərkibi. Gecikənləri gözləməkdir. Burada məstər tərkibi gecikənlər də feil sifətlə ifadə olunub. 9-da C variantı. Altından xətt çəkilmiş sözlər hansının nitq hissəsidir? Gəl baxaq. Sən mənim baxtımı gör. Qızıldan taxtımı gör. Bir bəri baxtımı gör. Bax bu ədatdır uje. Eləmi? Görmək sözdən söhbət getmir. O birislər feildir. Feil və ədat. Yalnız ikisi iki müxtəlif köməkçi nitq hissəsi kimi işlənə bilir. İki müxtəlif köməkçi nitq hissəsi kimi. Bu əsas nitq hissəsində işlənir. Eləmi? İki müxtəlif köməkçi nitq hissəsi olmur. Burada da həmçinin iki köməkçi nitq hissəsi olar, məhz olmaz. Hətta nə, ca olmaz, caca ilə bağlayıcı və qoşma. Eləmi? Elə olmaz. Elə ancaq ədatdır, ancaq da bağlayıcı və ədat kimi. Yalnız ikisi iki müxtəlif köməkçi nitq hissəsi kimi oldu. Bu nə sualdır? Biri həm ism, həm də sifət kimi işlənə bilən sözdür deyir. Demək yanaq, oyaq, oynaqdır bax. Oynaqlar, bir də oynaq hava məsələn, həm isim, həm sifət kimi. Həm sifət, həm feil kimi işlənə bilən sözü sarımaq və sarı rəng kimi görsənir gözümüzün 13-də B variantı. Aydınlıqdır sözü ilə bağlı səhv fikri müəyyən edək. Tərkibində amonim şəkilçi işlənmişdir. Demək, lıqdır, bu da, bir də dırdır. Dır amonim şəkilçidir. Bəli, həm feildən feil düzəldən, həm də şəxs şəkilçisi kimi olur. Başlanğıc formada deyil, düzdür, qrammatik şəkilçi var. Düzəltmə feildir, indiki zamandadır. İndiki zaman şəkilçisi yoxdur burada. İndiki zaman şəkilçisi ırdır. Sən ır şəkilçisi gördünmü, görmədin. Deməli, indiki zamanda deyil. Cümlənin xəbəri olur, xəbəri şəkilçisi qəbul edib, xəbər olacaq. Leksik və qrammatik şəkilçilərin sayı bərabərdir, düzdür, hərəsində bir dənədir. Bildir vəziyyəti yaxşı idi, vəziyyəti bizə bildir. Bildir, bu da zərfdir, bu da bildirmək feildir. Feil, burada da olacaq zərf. Demək, birinci səhvdə, ikincisi feildir. Cavab D variantı 15-də. Bildir, yəni bir ilisi mənasında zaman zərfi. Sözlərin hər üçü həm sifət, həm də zərf kimi işlənə bilir. Baxaq. Tez, yaxşı, həyəcanla olmaz. Eləmi? Bildir ki, zərf olmaz. Çoxdan ki, zərf olmaz. Tibbi, pis, uşaq pis danışır. Cəld, gəl. Cəld, uşaq. Cəld insan, eləmi? Bərk danışır. Bərk bərk nəsə? Nə deyək? Bərk əşya deyək. Belə bir şey. Həm sifət, həm də zərf kimi olur. Feilə və ismə aid olması baxımından. Elə qar yağdı ki, açılmış çiçəklər tərlə çiçəklərini yerə tökdü. Tabi mürəkkəb cümlənin budaq cümləsindəki təyinlər nə ilə ifadə olunub? Demək, elə qar yağdı ki, açılmış çiçəklər, hansı çiçəklər açılmış feil sifətdir. Burada tər çiçəklər, tər deyilmi? Feil sifət. Sonra sifətdə bu da. Elə feil sifət oldu. Təyin. Bu sifətdir. Bu da feil sifətdə. 18-də deyək ki, söz birləşmələrindən birinin aslı tərəfində bir leksik şəkilçi vardır. Düzdən düzəlmək, düzəltmək, düzəltmə, dondurma, təmizlə, ici, cilt, ciltləmək, ciltləmə, sax olma sözü çünki saxladı, ma da leksik şəkilçi 18-də olacaq. E variantı. Sinonim sifət cütlüklər demək. Gözəl, göyçək, tədbirli, düşüncəli, elmli, alim. Sinonim sifət gözəl, göyçək olar, tədbirli, düşüncəli, elmli, alim olmaz. Qaçmaq, yürümək sifət deyil, eləmi?
Nikbin xoşbəxt, xeyli çox sifət deyil. Ağıllı, düşüncəli, dəyanətli, dözümlü, müfəssəl, ətraflı cavabımız olar D variantı. Eyni mənada da elə deyil. Dəyanətli, dözümlü, müfəssəl də geniş deməkdir, ətraflı. Nəmyaş, iradəli mətn qocalmış da olmaz. Sonra antonim sözlər cütlüyü sifətlərdən ibarətdir. Demək, həm sifət olsun, həm antonim cütlüyü olsun. Qaranlıq isimdir. Eləmi? Sonra bütöv yarımçıq olar. Bütöv yarımçıq bir-birinin əksidir. Uzun gödək olar. Gediş gəliş isimdir. Əbədi müvəqqət olar. Özgə başqa da qoşmadır. Eləmi? 2, 3, 5 cavab variantı. Əvvəlindəki Cingidil Sami kar qarşılığı əvəz etdikdə mənası dəyişən sözlər cərgəsini müəyyənləşdirin. B, eləmi? J, jər olmaz. Zal. Əvvəlindəki Cingidil Samiti kar qarşılığı əvəz etdikdə deyir. Cingidilin kardan dəyişəndə deyir. Ha. Tən, kar. Tar, tağ. Tar, tağ oldu. C variantı. Kar deyil axı. Q'nın qarşılığı K deyil də K'dır. Kar olmaz axı. Sinonim feilləri müəyyən edin. Oynamaq, süzmək, durğuzmaq əlaqəsi yoxdur. Hoppanmaq, yürümək əlaqəsi yoxdur. Arzulamaq, diləmək, istəmək. Bəli, arzulayırsan, diləyirsən, istəyirsən. Sinonim feillər düzəltmək, emal etmək, təqdim etmək əlaqəsi yoxdur. Tullanmaq, yürümək, tullanmaqla yürüməyin əlaqəsi yoxdur. Danlamaq, hirslənmək, qınamaq. Hirslənməkdən qınamağın əlaqəsi yoxdur. Nəql etmək, söyləmək, danışmaq. Hamısı danışmaq deməkdir. Aslı tərəfi feil sifətlə ifadə olunmuş söz birləşməsini müəyyən edin. Aslı tərəfi feil sifətlə görməli yerlərdə malı məli. Elə deyil. 24 D variantı. Aslı tərəfi işarə əvəzliyi ilə. O, bu, elə, belə, min də işarə əvəzliyi. Elə. 25-də olacaq A variantı. Sonra. Koroğlum ayıldı sizə, qulaq verin saza, sözə. Siz əvəzlikdir, söz də isimdə. Əvəzlik isim. 26 B variantı. Bu gözüm, özüm. Çox rahat suallarda isim əvəzlik. Biraz ona görə sürətli gedirik. Biz İşıq ver bizə əvəzlikdir isimdə. 28-də B variantı. Mənimsən, məskənimsən, mən əvəzlik, məskən isim. Niyə bu qədər rahat sual versən ki? Bunlardan biri bütün bu şəkildə verilmir axı buraxılışda yəni. Bunlardan biri bütün əsas nitq hissələrini üçün ortaq əlamət sayıla bilməz. Xəbər vəzifəsində işlənmək bütün əsas nitq hissələri üçün ortalıq əlamət ola bilər. Hamısı olur xəbər. Sual cavab verir zaten hamısı olur. Cümlə üzrə hamısı olur. Söz yazında iştirak edir hamısı. Mənsubiyyətə görə dəyişmək, zərf mənsubiyyətə görə dəyişmir məsəl üçün. Axşam maraqlı roman oxuyurdum. Cümləsi haqqında yanlış fikir. Nəqli cümlədir, düz deyir. Müəyyən şəxsdir. Mən oxuyurdum olar. Cümlə zərflik, tamamlıq xəbərdən ibarət. Demək, oxuyurdum kim, mən. Nə oxuyurdum? Roman. Yəni tamamlıq romanı nəyi? Necə kitab? Maraqlı roman oxuyurdum. Nə zaman oxuyurdum? Axşam. Zərflik, təyin, sonra tamamlıq var da. Cavab 31-də C variantından başlayır. İkinci dərəcəli üzvlər də iştirak etmişdir. Gör, hamısı var burada elə. Təyin, tamamlıq, zərflik hamısı var. Mübtədası buraxılmışdır, bəli. Aşıq əlində alma. Yarım əlimdən alma. Bu feil olacaq, bu isim olacaq. Elə mi? İsim və feil. Y variantı. Aslı tərəfi çox mənalı söz kimi işlənə bilən söz birləşməsini müəyyən edin. Aslı tərəfi çox mənalı. Göz də. Şkafın gözü, insanın gözü. Məsələn. Feili xəbərli müəyyən şəxsli cümləni müəyyən edin. Xalqın sosial vəziyyəti yaxşılaşdı. Feili xəbərli müəyyən şəxsli cümlə. Yaxşılaşırdı nə? Xalqın vəziyyəti. İkisi birlikdə olacaq. Daha doğrusu üçü birlikdə. Bu yerlik, bu da mənsubiyyəti.
Yaxşılaşmaq da feil xəbərdir. Cavab A variantı. Sonra kəndlilər palçığa saman qatırlar ki, qışda evin divarlarını yağış yumasın. Tabii mürəkkəb cümlə baş cümlə. Kim kəndlilər qatırlar nə samanı, nəyi samanı, nəyə palçığa. Deyir ki, müəyyən şəxs cümlədə mübtədası var, xəbəri var. 35 A variantıdır. 2 dən işləyən birinci baş cümlədir. Göydən gələ-gələ düşür gilə-gilə. Göydən gələ-gələ, yəni gələrək, necə təzə düşür gilə-gilə. Feili bağlamadır, birinci, ikinci zərf. Hansı cərgədəki sözlər iki müxtəlif köməkçi nitq hissəsi kimi işlənə bilir? Bəs işlənmir. İlə olar, məgər olmaz. Ancaq olur. Bağlayıcı ədat ki, bağlayıcı qoşma, da bağlayıcı və ədat kimi olur. Şimdi cavab C variantı. Şəxsiz cümlədir, ismi xəbərdir. Şərhlər hansı cümləyə aiddir deyir. Baxaq. Baharın ilk ayı keçib getmişdi. Nə? Baharın ilk ayı. Şəxsiz cümlə deyil, mübtədə var. Tahirin ad günüdür. Kim? Biz. Müəyyən şəxsdir. Ölkədə müxtəlif yarışlar keçirilir. Nə yarışlar? Müəyyən şəxs cümlədir. İzahat verilirdi. Şəxsiz cümlədir. Eləmi ismi xəbərlidir. Bir dəqiqə, ismi xəbərli olmayacaq amma bu. Bu məsələ ilə bağlı verildi. Nə? İzahat yox, mübtədə olaraq. Şaxtalı qış günlərindən biri idi. Bəli. Şəxsiz cümlədir, ismi xəbərlidir. Cavabımız olacaq E variantı. Şəxsiz cümlədir, ismi xəbərlidir. Şərhlər hansı cümləyə aiddir deyir. Eyni şəkildə sualımız. Biz sizə qonaq gəlmişik. Biz mübtədası var. İsti yay günlərdən biri idi. Şəxsiz cümlədə ismi xəbərlidir. Cavab ilə B variantı. Yaxşılıq, gözəl xüsusiyyətdə mübtəda var. Sizi idarə çağırırlar. Kim? Onlar qeyri-müəyyən şəxslidir. Hər məsələyə baş qoşmazlar. Ümumi şəxs cümlədə vardır. Söz birləşmənin birinin aslı tərəfi amonimdir. Birinci tərəfi amonimdir. Bax, yola bax, yol amonimdir. Yolmaq, bir də getdiyimiz yol. Söz birləşmənin birinin yalnız aslı tərəfi amonimdir. Burada artıq yalnızı qoşub da yanına. At ilxısı. At atmaq, ilxısı amonim deyil. Cavab A variantı. Qaz amonimdir, yol amonimdir. Eləmi? Ona görə olmur. Sonra uşaq amonim deyil. Başda amonim deyil. Çox məna sözdür. Burada nə deyir? Sözlər hansı hissəsinə aiddir? Nümunədə qafiyə yaradan. Miskin bölcü eşq əlindən divana, qana, zindana ağlaram. Yox, ağlaram da deyil artıq. Belə deyil. Eşq əlindən divanə. Da bu sifətdir. Eləmi? Qana neydə? Feil. Zindanda isimdə. Sifət, feil, isim. Cavab olacaq A variantı. 42-də. Demək. Düşür yadıma. Yad. Xəbər verin yaxınıma, yadıma. Bir dəqiqə, yaxınıma, yadıma. Yad insana mənasında. Bu sifətdir. Su çiləsin oduma. Bu isimdir, od. Düşüb yadıma. Artıq burada yad insan yaddaşmasına isim. Sifət, isim. Cavab olacaq B variantı. Bir ismi xəbərli şəxsiz cümlədir. İsmi xəbərli şəxsiz cümlə. Demək, dönəndən gediş gəliş yox idi. Nəyə gediş gəliş? Mübtədası var, müəyyən şəxsdir. Kəndimizdə toydur. Toydur nə? Yoxdur mübtəda, eləmi? İsmi xəbərlidir. Şəxsiz cümlədir. Cavab B-dir. Şaxtalı qış günləri geridə qalmışdı. Nə? Şaxtalı, daha doğrusu qış günləri. Hansı qış günləri? Şaxtalı. Mübtəda var. Müəyyən şəxs cümlədir. Uşağın qanı qaramışdı. Hamısı verdi. Xəbərdir. Şəxsiz cümlədir və ismi xəbərlidir də feili xəbərlidir. Yaz səhərini yola düşdü. Kim? Biz. Müəyyən şəxs cümlədir. Biri ismi xəbərli şəxsiz cümlədir. Uşağın məktəbə gedən vaxtıdır. Hamısı bir də xəbərdir. İsmi xəbərlidir, şəxsiz cümlədir. Elə cavab olacaq A variantı. Gəlir nə? Uşağın yuxusu, mübtəda var.
çətin idi, nə həyatı mübtəda var. Daha buna dözə bilmirəm. Kim mən? Mübtədanı düşünə bilirsən. Hamısı müəyyən şəxs cümlədir. O uzun bir ömür yaşayıb, o da mübtəda var, yenə müəyyən şəxsi cümlədir. İsmi xəbərli müəyyən şəxsi cümləni müəyyən edin deyir. Siz yaşayacaqsınız. Bu feili xəbərdir. Yayın isti günlərindən biridir. Hamısı bir də xəbər olacaq şəxsiz cümlə. O igid oğlan hələ çox iş görəcək. Kim oğlan görəcək, eləmi? Feili xəbərdir də bu. Dalğalanırdı. Feili xəbərdir. Zaten mübtəda da var. Müəyyən şəxsli, müəyyən şəxsli istəyirdi onsuz səndən. Müəyyən şəxsli, amma feili xəbərlidir bu. İsmi xəbərli deyil. Əhalinin böyük qismi buradaydı. Buradaydı. Nə? Əhalinin böyük bir qismi. Müəyyən şəxs cümlədir və artıq oldu ismi xəbər. Yəni cavabın olacaq E variantı. İsmi xəbərli müəyyən şəxsi cümləni müəyyən edin deyir. Sərnişin qatarı şəhərə çatmalı idi. Demək, çatmalı idi. Nə? Sərnişin qatarı. Müəyyən şəxsi cümlədir. Eləmi? Bu ismi xəbər deyil, feili xəbərdir. Sonra istirahət etmək feil xəbər, sərin imiş, nə? Ağababa yaylağı. Elə cavab C variantı olacaq. Müəyyən şəxslidir və ismi xəbərdir. Sonra ismi xəbərli müəyyən şəxs cümlə. Maşın dayandı. Bu feili xəbərdir. Qalır feili xəbərdir. Eləmi? Biz idik ismi xəbər, nə? Onun ən yaxın dostları. 48-də cavabın olacaq C variantı. Yayın sonları idi, xəbərdir. Şəxsiz cümlə, gerçəkləşmədə feili xəbərdir. İsmi xəbərli müəyyən şəxsi cümlə. Yenə ismi xəbərli müəyyən şəxsi cümlədir. Səhərin açılan vaxtı idi. Hamısı birlikdə şəxsiz cümlədir. Qaldı feili xəbərdir. Gəlmək feili xəbərdir. Eləmi? Sonra getmək olmur. Feili xəbərdir. Gözəl dəcəlliyi idi. Uşaqların dəcəlliyi idi. Nə? Onu özdən çıxaran. Mübtəda xəbər var, müəyyən şəxsli və artıq ismi xəbərli cümlədir. Deyir ki, deməli sözünün qrammatik mənası ilə bağlı arıcılıq müəyyən edin. Deməli sözüm çoxdur. Necə sözüm? Deməli sözüm. Yəni bu feil sifət. Eləmi? Vaxtında deməli idi. Feilin vacib şəklidir. Deməli də burada artıq modal sözdür. Yəni feil sifət, vacib şəkil, modal söz. Cavabın olacaq B variantı. Yəni vergüldən ayrıldı, bildi ki, modal sözdür. Deməli idi, nə etməlidir? Görsən də artıq bunu. Deməli, məlidir vacib şəkil. Yaxşı sözün qrammatik xüsusiyyəti. Yaxşı. Vergülün qoyubdu modal söz. Eləmi? Yaxşı danışmaq. Feilə aiddir zərf. Yaxşı iş ismi aiddir sifət. Modal söz zərf sifət. Cavabın olacaq 51-də C variantı. Xəbəri frazeoloji birləşmə ilə ifadə olunmuş şəxsiz cümləni müəyyən edin deyir. Mübahisəli məsələ həll olundu. Burada frazeoloji birləşmə yoxdur. Eləmi? Onun topu düz yola düşmüşdü. Topun yola düşməsi həqiqi mənadır. Yersiz danışanlardan acığı gəlirdi. Acığı gəlirdi. Frazeoloji birləşmədir, şəxsiz cümlədir. Eləmi? Cavabın olacaq C variantı. İsmi xəbərli şəxsiz cümlə deyir. Yağır feili xəbərdir. Yoxdur. Nə? Xəbər. Bu şəxsiz cümlə olmayacaq. Etibarsızdır. Kim? Çoxları. Şəxsiz olmayacaq. Sakitlikdir. Burada mübtəda yoxdur. Təsəvvür edə bilmirsən. Cavabın olacaq 53-də D variantı. İsmi xəbərli müəyyən şəxsin cümləni müəyyən edin deyir. Aysel, xitab, şübhəsiz modal söz, eləmi? Ara söz. Sinifin ən ağıllı qızıdır. Sinifin ağıllı qızıdır xəbər. İsmi şəxsiz cümlədir bu. Müəyyən şəxs deyil, mübtəda yoxdur. Biz hamılıqla torpaqlarımızın müdafiəsində qalxmaq. Kim? Biz qalxmalıyıq, eləmi? Amma səndən ismi xəbər istəyir, bu feil xəbərdir. Baharın fəsli idi. Xəbər hamısı birlikdə. Şəxsiz cümlədir. Ömür bizə yaşayıb yaratmaq üçün verilib. Feili xəbərdir. Azalmışdır. Bu da feili xəbərdir. Nə oldu bəs? Aysel, xitab yoxdur burada. Şübhəsiz modal söz həqiqətən vergüllə ayrılır. Ona görə burada vergül var. Demək, Aysel sinifin ən ağıllı qızdır. Kim? Aysel. Mübtəda xəbər. Müəyyən şəxsi cümlədir və ismi xəbərlidir. Görürsən, cümləni oxuyub məzmununa baxmaq lazımdır. Sadəcə vergüldən iş görmək olmaz. Altına xətt çəkilmiş sözlər morfoloji baxımdan nədir? Doğrandım tikə-tikə, kəfənim tikə-tikə.
Doğrandım tikə-tikə. Necə? Olacaq zərf, eləmi? Kəfənimi tikə-tikə, yəni necə? Nə tərzdə? Necə? Tikərək mənasında feili bağlamaq. Zərf və feili bağlamaq. Sonra o tinləri dönərək feili bağlama, dönə-dönə dəfələrlə demişəm zərf. Feili bağlama, zərf, 56-da da olacaq C variantı. Tərəflərdən biri ismi xəbərli, digəri isə feili xəbərli olan tabis mürəkkəb cümləni müəyyən edin. Sənin çox gözəl qızın var. Allah bədnəzərdən saxlasın. Var. İsm xəbərlidir. Eləmi? Allah bədnəzərdən saxlasın. Burada da feili xəbərlidir. Tabis mürəkkəb cümlənin cavabı variantdan su axar, çuxurun tapaq istə feili xəbərdir. Ağrıyır, qurtar feili xəbərdir. Olmaz, çıxmaz, pisdir. Qonşun pisdirsə, bu tabi mürəkkəb cümlədir artıq. Ara söz işlənmiş mürəkkəb cümləni müəyyən edək. Demək, onun indi bu fikrə düşməyi gecdir. Bu mürəkkəb cümlə deyil də, gecdir. Nə? Onun indi bu fikrə düşməyi. Mübtədə xəbərdir. O rəvayətə görə köhnə xanalar nəslindən idi. Burada da mürəkkəb cümlə deyil. Bəlkə də deyib ki, bax, eşitməmisiniz. Deyib, eşitməmisiniz. Mürəkkəb cümlədir, eləmi? Bəlkə də ara sözdə işlənib. Cavab nə olacaq? C variantı. Əsəbi idim, mən əsəbi idim, ona cavab verə bilmirdim mən. Həmciz xəbərli sadə cümlə. Sonra. Yəqin ki, Arazda İbrahim də xəbəri oxuyub tədbir görəcəklər. Tədbir görəcəklər. Kim Araz, kim İbrahim, həmciz mübtəda'lıdır. Burada da mürəkkəb cümlə yoxdur. Cavabda gedəcək Y variantı. Demək, qalın səndə C. Hansı söz birləşməsinin asıl tərəfinin son samiti cingilti tələffüz olunur? Bunun üçün özündən sonra gələn sözün saitlə başlaması lazımdır. Biz bunu dəfələrlə demişik. Torpaq ətri, bax, bu q, x kimi yox, ğ kimi tələffüz olunacaq artıq. Çünki özündən sonra gələn söz saitlə başladı. Hansı söz birləşməsində asıl tərəfin son samiti kar tələffüz olunur? Bunun üçün də özündən sonra gələn söz samitlə başlaması lazım. Ağac kölgəsi, bax, samitlə başladı, ç oldu. Bunlarda çiçək, onağı, kərpic olduğu kimi qalır, yorğun da zaten kar yoxdur ki onun. Aslı tərəfə qeyri-müəyyən əvəzliklə ifadə olunmuş feili birləşməni müəyyən edir. Aslı tərəfə qeyri-müəyyən əvəzliklə ifadə olunmuş feili birləşmə. Hamıya cavab verər, verməz. Hamı qeyri-müəyyən əvəzlikdir, cavab verər, verməz. Cavab nə olacaq? A variantı. Başqa qeyri-müəyyən əvəzlik yoxdur aslı tərəfdə. Modal söz işlənmiş sual cümləsini müəyyən edək. Məgər bugün oyun olacaq. Burada modal söz yoxdur, burada da yoxdur. Burada da yoxdur, burada da yoxdur. Bax, olmayan modal söz. Elə bir dənə bundan tapırsan. Daha çox məlumat toplamısan. Düzdür. Modal söz işlənmiş sual cümləsini müəyyən edir. Burada modal söz yoxdur. Eləmi? Neçə vaxtdır andan xəbər tuta bilmirsən. Burada da modal söz yoxdur. Bax, görəsən də var. Başqa burada yoxdur, burada yoxdur. Cavabı yenə D variantı olacaq. Yalnız baş sözlərdən ibarət xitab işlənmiş cümləni müəyyən edin deyir. Vaqif, sərvətim, eytacım, hamısı xitab deyil. Burada başqa bir şey yoxdur. Təbiət üzləşir qəmlə, kədərlə. Nə ilə? Kədərlə, nə ilə? Qəmlə. Burada xitab yoxdur. Ümumiyyətlə. Buyruq sizinkidir, adil hökmdar. Adil hökmdar. Oldu xitab. Buyruq sizinkidir də. Sizinkidir nə? Buyruq. Mübtədə xəbər. Baş sözlərdən ibarət oldu. Cavab elə. C. Uyusun dağların maralı göygöl. Xitab yoxdur. Eşit hayımı ay mehribanım. Nəyimi? Nəyi eşit? Hayımı. Harayımı. Tamamlıq var burada. 64 olacaq C variantı. Lalənin işləmə funksiyası. Bax, 5 apreldə buna bənzər bir sual düşmüşdü. Hər işə ürəklə yanaş. Necə, nə təzdə yanaş? Olacaq zərfçədən leksik çəkici. Leksik çəkici. Eləmi? Dırnaqla ətin arası, dırnaq və ətin arasında və qoydumsa bağlayıcıdır. Kitabla dostluq. Nə ilə, kim ilə, nə ilə sonra cavab verici olacaq? Qoşma. Demək, 3 qoşmadır, 2 bağlayıcıdır. 2 bağlayıcı, 3 qoşma, bir zərfçədən leksik çəkici. 65 oldu B variantı.
Buna bənzər bir sualdır. Eyni şəkildə 5 apreldə düşən. Cümlələrin birində həm modal söz, həm də əsas indiksiyası kimi düşünülməsi mümkün olan söz vardır. Baxaq. Kərəm doğrudan çox qorxurdu. Bax, bir var deyəsən ki, doğrudan Kərəm çox qorxurdu. Yəni həqiqətən də doğrudan da Kərəm çox qorxurdu. Bir də var ki, nədən qorxurdu? Doğrudan, yəni doğru şeydən, doğru sözdən, doğru hadisədən. Cavabım olacaq A variantı. Hansı nümunədə söz birləşməsi ilə yanaşı köməkçi indiksiyası da işlənmişdir? Qardaşım Gəncədə bir il oxudu. Söz birləşməsi ilə köməkçi indiksiyası. Köməkçi indiksiyası burada yoxdur ümumiyyətlə. Eləmi? Gecələr bu mənzərə daha gözəl var, daha var da. Bu mənzərədə söz birləşməsi var. Belə cavab B variantı. İclasdan sonra zal tərk etdi. Burada söz birləşməsi yoxdur. Təbiətin gözəlliyi onu valeh etmişdi. Köməkçi indiksiyası yoxdur. Əsgər sanki onları sezmişdi. Burada da şey yoxdur. Söz birləşməsi. Nümunədə düz sözün işlədilməsi ilə bağlı uyğunluğu müəyyən edin. Düz söz insanın başını ucaldır. Burada düz söz. İsmi aid oldu sifət. Eləmi? Düz getsən olacaq zərf. Düz yarım saat danışdı, tam yarım saat danışdı olacaq ədad. Ağ paltar geyindi, düz yamaclar. Düzlər, yamaclar isim olacaq. Eləmi? Kitabları səliqəyə düz, nə et, düz olacaq feil. Sifət zərf, sifət B, zərf C, ədad Y, sonra isim D, ən axırıncıda nə olacaq? Fiil A. Cavab o da 1'e B, 2'ye C, 1'e B, 2'ye C, 3'e Y, 4'te 5 A ilə olacaq 68'də B variantı. İşarələnmiş sözlər hansı indiksiyasıdır? Əzizinəm gündə mən, kölgədə sən, gündə mən. Hər gün mənasında işlənərkən olur zərf. Amma gündə, günün altında mənasında olur isim. Demək. Gündə, kölgədə gündə demək bu oldu isim. Eləmi? Hər gün mənasında da olacaq zərf. İsim və zərf. Cavabın 69'da olacaq C variantı. 70. İsmi xəbərli müəyyən şəxsli cümlə baxaq. Demək, ismi xəbərlidir, müəyyən şəxslidir. Düşməlidir, feili xəbərdir, şənlikdir olar. İsmi xəbərdir, amma şəhərdə müəyyən şəxs cümlə deyil də. Burada mübtəda yoxdur. Dağların başı. Qarlı idi, nə? Dağların başı. Müəyyən şəxslidir və ismi xəbərlidir. Cavabın olacaq C variantı. Rəqs edirdi. Kim? Uşaqlar. Oldu feili xəbər. Xoşbəxt olmaq da feili xəbər. Demək, ismi xəbər, feili, daha doğrusu özü üstləmə ya. İçməlidir feili xəbər, gözəlləşir feili xəbər, çatdı feili xəbər, ayın 3'ü və sexin rəisi olur ismi xəbər. Amma nə deyirsən lan? Müəyyən şəxs cümlə. Sexin rəisidir kim? Eldarın qardaşı. Elə cavabın olacaq C variantıdır. Bugün ayın 3'üdür xəbər. Nə zaman? Bugün. Burada da mübtəda yoxdur. Müəyyən şəxs cümlə olmayacaq. Şəxsi cümlə olacaq. İsmi xəbərli müəyyən şəxsi cümlə. Demək, yaşayırıq feili xəbərdir. Həkimdir olar. Demək, həkimdir kim? Mənim bacım. Müəyyən şəxs cümlədir. Eləmi? İsmi xəbərdir. Cavabın olacaq 72'də B variantı. Mübtədası ismi birləşmə ilə ifadə olunan ismi xəbərli müəyyən şəxsi cümlə. Demək, yayın isti günlərindən biridir. Hamısı birdə xəbər oldu şəxsiz cümlə. Səndən nə istəyir müəyyən şəxs? Get. Oğlandır kim? O. Mübtədası ismi birləşməli yox, əvəzliklə ifadə olundu. Dalğalanırdı nə? Dəniz. Mübtəda ismi birləşmə yox, isimlə ifadə olundu. Elə? Müəllimdir kim? Dostum anası. Mübtəda ismi birləşməli ifadə olundu. İsmi xəbərlidir müəllim. Eləmi? Müəyyən şəxsdə mübtəda və xəbər var. Cavabın olacaq D variantı. Burada da mübtəda sizdə. Xəbəri frazeoloji birləşmə ilə ifadə olunan müəyyən şəxsli cümlə hansıdır deyir. Taybatay açıldı, oxuyur, icazə verilmədi. Korluq çəkmək frazeoloji birləşmədir. Kim? Uşaq. Eləmi? Xəbər frazeoloji birləşmə ifadə olunan müəyyən şəxs cümlə. Mübtəda var, xəbər var. Cavab olacaq D variantı. İsmi xəbərli müəyyən şəxsli cümlə. Demək, sənin də hərdən belə gecikmə vardır. Nə? Sənin gecikməyin. İsmi xəbərlidir.
müəyyən şəxsi cümlədir. Cavab nə olacaq? A variantı. Pərt olmaq feili xəbərdir. Sözün bitdiyi yer hansı beyti xəbər? Şəxsi cümlədir. Çatdırılmalı idi feili xəbər. Apardı sellər saranı, bu da feili xəbər. Yalnız baş sözlərdən ibarət olan feili xəbərli müəyyən şəxsi cümlə. Şaxtalı bir qış günü idi. Xəbərdir, şəxsi cümlədir bu. Bu uşaqların ən güclüsüdür. Nə bu? Uşaqların ən güclüsüdür xəbər. Mübtəda və xəbərdən ibarətdir. Feili xəbərlidir, xeyr, ismi xəbərlidir burada. Eləmi? Söz birləşməsi, ismi birləşməli ifadə olunur da. Demək, yaxşılaşırdı nə? Xəstənin vəziyyəti yenə mübtəda və xəbərdən ibarətdir və xəbər feili xəbərlidir. Təbii ki, mübtəda və xəbər varsa müəyyən şəxsli cümlə oldu. Tezdir, ismi xəbərdir, eləmi? Tutmadılar. Bəziləri heç yaxınlaşıb hal-əhvalda tutmadılar. Kim? Bəziləri. Hal-əhvalda tutmaq da hamısı bir xəbər. Yalnız baş sözlərdən feili xəbərli müəyyən şəxsli cümlə. Yaxınlaşıb, yalnız baş sözlərdən ibarət deyil. Xəbəri ismi birləşmə ilə ifadə olunan müəyyən şəxsli cümləni müəyyən edək. Xəbəri ismi birləşmədən ifadə olunsun. Baxaq. Şeiriyyət ilhama çağırır məni. Çağırırdı burada xəbər. Axıb gedər, kür sürünə-sürünə gedər. Eləmi? Nə tərzdə gedər? Axıb gedər, axaraq gedər, zərflik. Burada da feil ismi birləşməli ifadə olmadı. Türk dilləri müqayisəli qrammatikası kitabının müəllifi mənim müəllimim. Ha bax, mənim müəllimimdir. İsmi birləşmədən ifadə olundu xəbər. Nədir? Müəyyən şəxs cümlə. Türk dilləri müqayisəli qrammatikası kitabının müəllifi. Hamısı beytədə mübtəda. Mübtəda və xəbərdən ibarətdir. İsmi xəbərlidir və ismi birləşmədən ifadə olunub xəbər. Cavab C variantı. İsmi xəbərli müəyyən şəxsi cümlə. Baxaq, yayın son günlərindən biri şəxsiz cümlədir. Həyat necə də gözəldir. Gözəldir nə? Həyat. İsmi xəbərlidir, müəyyən şəxsi cümlədir. Eləmi? Yəni mübtəda var, xəbər var, müəyyən şəxsi cümlədir, ismi xəbər. Cavab C-dir. Nə B-dir? İlyas tapşırığı yaz da. Yaz. Feili xəbərdir. Xəbər tuta bilmə, feili xəbər, gözəlləşmə, feili xəbər. Biri ismi xəbərli müəyyən şəxsin nəqli cümlədir. Demək, bax, B-ni çıx, C-ni çıx. Nidadan sual şərəsini görürsən, eləmi? Gələcəkdir, feili xəbərdir, bunu da sil. Keçmişdir, bu da feili xəbərdir, bunu da sil. Cavabım qalır sadəcə E variantı. Cəhər şəhərin küçəsi sakit və kimsəsiz idi. Sakit və kimsəsiz idi. Xəbər nə? Cəhər şəhərin küçələri mübtəda. Mübtəda və xəbərdən ibarətdir. İsmi xəbərdir, müəyyən şəxs cümlədir. Cavabın olacaq Y variantı. İsmi xəbərli müəyyən şəxsi cümlələri müəyyən edin. Demək, həkim olmaqdır. Nə? Onun arzusu. Müəyyən şəxsi cümlədir, ismi xəbərdir. Yox, həkim olmaqdır. İsmi xəbər oldu da elə. Biri götürdüm. Uşaq tərifdən xoşhallandı. Feili xəbər. Xoşhallanmaq. Ki getdi. Səhərin açılan vaxtdır. Xəbər damısı beydə şəxsi cümlə getdi. Məhəbbət şairidir. Kim? Füzuli. Məhəmməd Füzuli. Mübtəda və xəbərdən ibarət müəyyən şəxsdir. 1-4 olacaq. İstedadlı yazıcıdır. Kim? O. Demək, yazıcıdır. Yenə ismi xəbər oldu. Mübtəda və xəbər var. Müəyyən şəxs cümlə. 1, 4, 5, B variantı. Feili xəbərli müəyyən şəxsi cümləni müəyyən edin deyir. Deməli 81-də sönük idi. İsmi xəbərdir, bizdə idi feili. İsmi xəbərdir, lazımdır. İsmi xəbər çağırmışlar. Kim? Uşaqları qonaqsa onlar. Qeyri-müəyyən şəxsi cümlədir. Gözəlləşir. Feili xəbərdir. Nə? Bakının küçələri. Mübtəda və xəbər var, müəyyən şəxsidir. Feili xəbərdir. İsmi xəbərli müəyyən şəxsi cümlə. Yoruldum bu cümləni oxumaqdan. İsmi xəbərli müəyyən şəxsi, feili xəbərli müəyyən şəxsi cümlə. Eyni tip suallar nə qədər verib? 82. Qardaşım zavodda mühəndis vəzifəsində çalışır. Çalışır kim? Qardaşım. Feili xəbərdə bax. Ağrıyır feili xəbər. Soyuqdur. Bu
müəyyən şəxs cümlə deyil, şəxsiz cümlədir. Demək, 10-cular məktəb birinciliyinin qalibidirlər. Məktəb birinciliyinin qalibidir. Xəbər kim? 10-cular. İsmi xəbərli müəyyən şəxsli cümlə. Cavab D variantı. Bu da fe'li xəbərdir. Xəbəri frazeoloji birləşmə ilə ifadə olunan şəxsiz cümlə. İşlər yaxşı gedəcək. Gözləri yol çəkmək. Anam gözləri yol çəkmək. Xəbəri frazeoloji birləşmə ilə ifadə olunur və şəxsiz cümlə mübtəda yoxdur. Fe'li xəbərli şəxsiz cümlə. 84-də. Əməl olunmalıdır. Fe'li xəbərdir. Qanunlara əməl olunmalıdır. Bu da nəyə? Elə şəxsiz cümlədir və fe'li xəbərdir. Demək, tək sən məni bağışla, sən bağışla. Mübtəda xəbər. Səhər yoldaşım kim? Biz. Müəyyən şəxsdir. Qızım, deyəsən gecdir. Gecdir. Fe'li xəbər deyil, ismi xəbərdir. Yatmaq vaxtıdır. Bu da ismi xəbər. İsmi xəbərli şəxsiz cümlə 85-də deyir. Ondan xoşum gəlmir. Fe'li xəbərdir bu. Şəxsiz cümlənin fe'li xəbərdir. Onu idarə çağırılır. Kim? Onlar. Qeyri-müəyyən şəxs cümlədir. Qış günüdür. İsmi xəbərdir və şəxsiz cümlədir. Dostlar günü tanınar. Tanınar kim? Dost. Müəyyən şəxs cümlədir. Oxumaq hamının arzusudur. Nə oxumaq? Bu da olduğu müəyyən şəxsli cümlə. Sonra fe'li xəbərli ümumi şəxsli cümlə. Günə-günə satmazlar. Bu ümumi şəxsli cümlədir. Məna hər kəsə aiddir və günə-günə satmazlar. Fe'li xəbərdir. Cavab A variantı. Araz aşığındadır. Kür topuğundan nə? Araz aşığındandır. Mübtəda və xəbər var. Məktəb binasını bu il tikiblər. Kim? Onlar. Qeyri-müəyyən şəxsli cümlədir. Bir az sonra qapını döyüb bizi bayıra çağırdılar. Kim? Onlar. Qeyri-müəyyən şəxsdir. Hamının borcu vətəni qorumaqdır. Vətəni qorumaqdır. Nə hamının borcu? Müəyyən şəxsli cümlə. Biri fe'li xəbərli şəxsiz cümlədir. Demək, danışılır. Orada belə şeydə az danışılır. Fe'li xəbərli şəxsiz cümlədir. Cavab verildi. Koroğlular mübtəda var. Koroğlu gərək. Gərəkdir. Kim? Koroğlu mübtəda var. Daha gecdir əzizim. Gecdir. Fe'li xəbərli ismi xəbərdir. Eləmi? Uzanmışdır. Bizim şəhərin nə? Mübtəda var. İsmi xəbəri şəxsiz cümlə. Etibarsızdır. Kim? Çoxları. Şəxsiz deyil. Mübtəda var. Kənddə sakitlikdir. Sakitlikdir. Harada kənddə var? İsmi xəbərdir və şəxsiz cümlədir. Molla Nəsrəddinçilər, yəni Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Əbdurrahim bəy Haqverdiyev əsərlərini sadə dillə yazmışdılar. Cümləsində işlənmişdir. Əlavə işlənib də. Əlavə. Özündən əvvəlki üzvü neyinir? Aydınlaşdırır. İzah edir. Amma tamamlığın əlavəsi deyil axı. Kim? Molla Nəsrəddinçilər, Cəmiyyətin sahibi əsərlər. Molla Nəsrəddinçilər, yəni Cəlil Məmmədquluzadə, Sabir, Haqverdiyev əsərlərini sadə dildə yazmışdılar. Bax, ümumiləşdirici söz. Bir həmcins söz. Əlavə nədir? Əlavə özündən əvvəlki üzvü aydınlaşdırır, dəqiqləşdirir. Elə bir şey yoxdur burada. Bir dənə ümumi bir söz var. 3 dənə də həmcins üzv var ki, o ümumi sözə aid. Ümumiləşdirici söz işlənir. İsmi xəbərli müəyyən şəxsin cümlənin müəyyəndir. Burada yekunlaşdıraq artıq. Eyni tip sual oxumaqdan yoruldum. Bizi görəndə silaha əl atdılar. Bu fe'li xəbərdir. Sağalmaq fe'li xəbər, gülmək fe'li xəbər, əkinmək fe'li xəbər. Demək, o yoxsul bir odunçu oğluydu. Odunçunun oğluydu. Kim? O. Mübtəda və xəbər var. Müəyyən şəxs cümlədə ismi xəbər. Cavabı nə olacaq? 90-da Y variantı. Belə uşaqlar, burada yekunlaşdıraq bu günlük. Bu tipli izahlan tez-tez gəlməyini istəyir. Dəstək olmaq üçün abunə olmağı və videolarımızı paylaşmağı unutmayın. Sağ olun, növbəti dərslərdə görüşərik.